Yollarda silinmiş xətlər sürücülərin işini çətinləşdirir. Bəs xət görünmürsə, sürücülər necə düzgün istiqamətdə hərəkət etsin? Bugün bu sualı elə sürücülərin özündən soruşuruq. Redaksiyamıza Şamaxinka adlanan ərazidə yol nişanlanma xətlərinin silinməsi ilə bağlı çoxsaylı şikayətlər daxil olub. Vətəndaşların müraciətini araşdırmaq üçün əraziyə yollandıq. Çəkiliş zamanı yolun bir sıra hissəsində nişanlanma xətlərinin ya tamamilə silindiyi, ya da sürücülər üçün kifayət qədər görünmədiyi müşahidə edildi. Bəli, arada bir yaradır. Yaradır arada. Yəni bilmirik də nədir, gəlsən, girirsən, bilirsən, cərimə yazılır. Yəni xətt olanda bilirsən ki, yəni girmək olmaz. Amma xətt yoxdur, girirsən, çıxırsan, cərimə yazılır, belə. Görmürsən, avariya yaradır da. Məsələn, bir dənə xətt yoxdur burada. İndi stres gələn maşın bilmirsin, sağa çıxsın ya sola çıxsın. Əlbəttə çətinlik yaradır. Birinin gözü görür, birinin gözü görmür xanım. Mən özüm şoförəm. Heç biləcək arasında mən xətt görmürəm. Pirusdakı piyada keçidi hamısı, baxın da, gəlsinlər, çəksinlər, zəhmət olmasın. Çox yaradır. Yökük bilmirik hardadır keçid. Ona baxsalar yaxşı olar. Məsələ ilə bağlı aidiyyatı üzrə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mövqeyinə müraciət etdik. Suallarımızı agentliyin mətbuat katibi Tural Orucova ünvanladıq. Suallarımız kifayət qədər konkret idi. Paytaxtın Moskva prospektində silinmiş yol nişanlanma xətləri nə zaman bərpa olunacaq? Ümumiyyətlə, yol nişanlanma xətlərinin yenilənməsi hansı reqlament əsasında və hansı müddətlərdə həyata keçirilir? Lakin Tural Orucov suallarımızı cavabsız qoydu. Halbuki söhbət sadəcə bir neçə xəttin silinməsindən getmir. Yol nişanlanma xətləri sürücülərin hərəkət istiqamətini müəyyənləşdirməsi və yol hərəkətinin təhlükəsiz təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Jurnalistin sualına cavab verməmək problemi aradan qaldırılmır. Əksinə, cavabsız qalan suallar daha çox sual doğurur.